Əbədi buzlar məskəni uca dağlardan geniş düzənliklərə, uçsuz bucaqsız meyvəli bağlardan, taxıl və pambıq tarlalarından yerin dərin qatlarına dək Azərbaycan torpağı zəngin və bərəkətlidir. Respublikamızın çox cəhətli təsərrüfatında ipəkçilik ta qədimdən mühüm yer tutur. Bu 300-400 illik tut ağacları Azərbaycan Elmlər Akademiyasının Tarix Muzeyində və əl yazmaları fondundakı eksponatlar və qədim kitablar, xalqımızın hələ 1300 il bundan əvvəl ipəkçiliklə məşğul olduğunu təsdiq edir. Onuncu əsrdə yazılmış Hüdud-i Aləm adlı bu kitabda qədim şəhərlərimizdən Bərdədə ipəkçiliyin inkişafından bəhs edilir. 12-ci əsrdə vətənimizin böyük şairi Xaqaninin əsərində Şirvan ipəkçilərinin əməyi bədii obrazlarla tərənnüm edilmişdir. Bu kitabdakı məlumata görə isə Qubada və Abşerondakı Bilgəh kəndlərinin adı əslində Piləgəh olmuşdur. Bu da ipək qurdu saxlanan yer deməkdir. Nəsildən nəslə ipəkçiliklə məşğul olan qocaman kolxozçularımızdan Bərdə rayonundan 66 yaşlı Məhi Məmmədov, 67 yaşlı Hacı Xəlil Xəlilov, Göyçay rayonundan 80 yaşlı İslam İskəndərov, Ucar rayonundan 96 yaşlı Aslan Babayev, Zaqatala rayonundan 127 yaşlı Rəcəb İsayev və başqaları Azərbaycan ipəkçilərinin nəvələri və nəticələridir. Lakin əsrlər boyu ibtidai formada qalmış, qədim tarixə malik bu qiymətli təsərrüfat yalnız Sovet hakimiyyəti illərində inkişaf etmişdir. Qısa müddət ərzində ipəkçilik sahəsində mədəni tutbağları, müasir Sovet texnikası, elmi müəssisələr, yüksək ixtisaslı kadrlar yaranmışdır. İpəkçilərin respublikalar arası elmi müşavirəsi bu il Azərbaycan İpəkçilik Təcrübə Stansiyasında keçirildi. Qardaş respublikaların nümayəndələri, alimlər və mütəxəssislər, Elmi Tədqiqat İnstitut və stansiyaların son illərdəki nailiyyətlərini müzakirə edərək, ipəkçiliyin damazlıq işlərini yaxşılaşdırmaq məqsədi ilə dəyərli qərarlar qəbul etdir. Azərbaycan İpəkçilik Təcrübə Stansiyasının yeni tut sortları və çox ipəkli varama cinsləri yetirməkdə böyük xidməti olmuşdur. Bioloji elmiləri namizədi Rəhim Sönüf yoldaş, Azad və Azərbaycan adlı çox ipəkli varama sortlarının yaradıcısıdır. Bura Ağdaş Damazlıq Stansiyasıdır. Azərbaycan İpəkçilik Təcrübə Stansiyasında yetişdirilmiş yeni barama cinsləri burada bir neçə nəsil bəslənərək keyfiyyətcə yaşlaşdırılır, çoxaldılır və Respublikanın barama toxumu zavodlarına verilir.
barama toxumu zavodları, kolxozlar üçün sağlam və keyfiyyətli barama qurdu toxumu hazırlayırlar. Ağdaş barama toxumu zavodunda siz bu çox cəhətli və mürəkkəb prosesin ayrı-ayrı mərhələlərini görürsünüz. İpəkçiliyin inkişafı yeni tut növlərinin və zəngin yem bazasının yaradılmasını tələb edirdi. Azərbaycan İpəkçilik Təcrübə Stansiyasının Biologiya Laboratoriyasında akademik İlyas Abdullayevin yaratdığı sıx göz, azəri və zərif tut sortlarının kimyəvi tərkibi öyrənilir. Biyoloji elmləri namizədi Müzəffər Rzayev yeni tut sortları yaratmaq üzərində çalışır. Alimlərimizin yaratdıqları yeni tut sortları ilə kolxozlarımızı təmin etmək üçün dövlət işbirlikləri və ipək safxozları təşkil olunmuşdur. Nuxa dövlət işbirliyi. Bura isə Bərdə rayonundakı ipəkçilik safxozudur. Dövlət işbirliklərində və ipəkçilik safxozunda yuxarıda gördüyünüz yeni sortların tingiləri yetişdirilir. Kolxozlarda salınan tut plantasiyaları bu tingilərin hesabına daha da genişlənir. Zərif və sıx göz tut sortları. Bu isə toxumluq ana ağacların plantasiyasıdır. Forma verilmiş bu tingilər isə artıq daimi yerlərinə, kolxozun tut plantasiyalarına köçürülməyə hazırdır. Kolxozlara göndəriləcək tingilər payızda traktorla çıxarılır. Sortlara ayrılır. Kökləri zədəli tingilər atılır. Əkilmək üçün yararlılar isə dəstə-dəstə bağlanır və əkilənədək kök hissələri torpağa bastırılır. Kolxozlarda payızda tut bağları salmaq üçün ayrılmış və yayda hazırlanıb təmizlənmiş, çotanla 40-45 cm dərinlikdə şumlanmış sahə, payızda ikinci dəfə 18-20 cm dərinlikdə yenidən şumlanır. Əkin üçün hazırlanmış sahə, ölçü stansiyası vasitəsilə cərgələr və tinglər arası 4 metr olmaq şərti ilə bölünür. Yəni məftil üzərindəki hər 4 metrdən bir olan nişana müvafiq payalar sancılır. Agronom Ekker vasitəsilə
payaların düzgün sancılmasını yoxlayır. Payaların yerində tinglər üçün çalalar qazdıqda, əkin taxtasının mərkəzini payaya söküyür və mərkəzdən eyni məsafədə sağda və solda yerə kiçik payalar sancılır, sonra əkin taxtası və böyük paya götürülür. Texnika burada da kolxozçuların köməyinə gəlir. 24 fəhlənin əməyini əvəz edən bu maşınla diametri 70, dərinliyi 50 sm olan çalalar qazılır. Çalalar tinglərin əkilməsindən azı bir ay qabaq qazılmalıdır. Çala qazıldıqdan sonra əkin taxtası yenidən kiçik payalara keçirilir və böyük paya əkin taxtasının ortasındakı kəsikdən çalanın dibinə sancılır, kiçik payalar isə çıxarılır. Bu işdən 10-15 gün sonra əkilənə qədər torpağa bastırılmış tingilər çıxarılır, onların kökləri bir daha yoxlanır, zədələnmiş, kiflənmiş hissələri kəsilir. Daimi yerlərinə əkilməkdən əvvəl 3 hissə peyin, 1 hissə kül və 4 hissə torpaq qarışığı məhluluna salınır. Ting ekiləcək çalaya 5 kilo peyin, 30 qram fosfor və torpaq qarışığı tökülməlidir. Məhluldan çıxarılmış ting payanın şimal tərəfindən çalaya qoyulur, hazırlanmış torpaq qarışığı ilə bastırılır və dərhal suvarılır. Erkən yazda tinglərin zoğları gövdədən 50 sm hündürlükdə kəsilməlidir. Tut ağaclarının düzgün inkişaf etməsi üçün cərgələr arasında qışda və payızda fosfor gübrəsi verilməli, vaxtında becərilməli və suvarılmalıdır. Tut bağlarının suvarılması bu aylarda keçirilməlidir. Tut bağı ağaclarının cərgələri arasında pambıq, taxıl, yonca, kələm və başqa bitkilərin əkilməsi məsləhət görülür. Bu, həm kolxozlara sahədən səmərəli istifadə etməyə, həm də ağacların normal inkişafına şərait yaradır. Yem bazasını artırmaq məqsədi ilə tut ağaclarını pambıq, taxıl və başqa əkin sahələrinin, şose və asfalt yollarının kənarlarında da əkmək məsləhət görülür. Kolxozçularımız həyət yanında tut bağları salmaqla yem bazasının artmasına kömək edirlər. Bu il varama məhsulundan 3463 manat gəlir götürən Nuxa rayonu Varaşlov adına kolxozun üzvü Məbud Məmmədovun ipək qurtları yemdən heç korluq çəkmir. Onun həyət yanı tut bağı salmaq təcrübəsi kolxozçular arasında geniş yayılır. Xırda və az yarpaqlı, lakin çox meyvə verən tut ağaclarının göz calağı edilməsi də yem ehtiyatının artırılmasına böyük təsir göstərir. Belə calaq yayda edilməlidir. Çilikləri cins tut ağaclarının zoğlarından hazırlamaq lazımdır. 10-15 mm saplaq saxlamaq şərti ilə yarpaqlar kəsilir.
Çilikler içinde su olan vedriye koyulur. Hazırlanmış göz, calak olacak budak üzerinde tey şeklinde kesilmiş yere koyulur ve həsir lente ile gördüğünüz qaydada sarınır. Neticede iri ve bol yarpaqlı ağaclar yetişir. Calak olunduqdan sonra yarpaqların fərqini əyani olarak görürsünüz. Ağdam rayonundaki Sabir adına kolxozda koca ağaçları agrotexniki kanuna esasen erken yazda, yani onlarda şirə hərəkəti hələ başlamamış canlılaşdırırlar. Bu əməliyyat zamanı az yarpaq veren budaqlar mişarla kesilir. Kesilen yere bağ məlhəmi sürtülür, ağacın dibi bellənir, peyin tökülür ve suvarılır. Bu cür cavanlaştırılmış ağaçlar bol yarpaq verirler. Budur, Göyçay rayonunun Mükayan adına kolxozunda cavanlaştırılmış ağac 4 metre yakın bol yarpaqlı zoğlar vermiştir. Belə tədbirlər neticəsində bu kolxoz bu yıl barama məhsulundan yarım milyona kadar gəlir götürmüştür. Bütün bu tədbirlər Respublikamızda ipəkçiliyin inkişafının en mühim amillerinden biri olan yem bazasını xeyli zənginləşdirir. Respublikamızın ipəkçilik şöhrəti bu uçsuz bucaqsız tut plantasiyalarının bol məhsulundan daha da zənginləşməsindən asılıdır. İpək qurdu toxumlarının dirilməsindən 8-10 gün qabaq kolxozlarda kümxanaları hazırlamağa başlayırlar. Tərəcə rəfləri toxunur, yeni tərəcələr hazırlanır və təmir edilir. Yerli materyal olan qarğıdan İpəkçilik işində geniş istifadə olunur. Qarğıdan hazırlanan ipəkçilik avadanlığı həm təmiz və yüngül olur, həm də ucuz başa gəlir. İpək qurdu toxumlarının dirilməsindən bir həftə qabaq kümxanalar 4% formalin məhluli dezinfeksiya edilməlidir. Kümxanalarda hazırlıq işləri gedən zaman ipək qurdu toxumları kolxozların inkubasiya binalarında dirildilir. Siz bu əməliyyatı Göyçay rayonu Kalinin adına kolxozun inkubasiya binasında əyani olarak görürsünüz. İnkubasiya binasının birinci otağında, yani diriltmə otağında temperatur birinci 3 gündə 15-17 dərəcə, 4-cü gündən dirilməyə qədər 22-23 dərəcə, dirilmə vaxtı 24-25 dərəcə olmalıdır. Dirilmiş hər bir qutu qurdun çəkisi xüsusi tərəzilərlə müəyyən edilir. Dirilmiş toxumlar kolxozçulara paylanılaraq ikinci otaqda bəslənir. Bu otaqda temperatur 24-25 dərəcə olmalı, qurdlar isə qiymə doğranmış yarpaq
barama məhsulundan yarım milyondan artıq gəlir götürən Göyçay rayonu Kaylin adına kolxozun ipəkçiləri qurdlara veriləcək yarpağı qanuna uyğun olaraq, yəni gün yeni doğan zaman və ya batan vaxt toplayırlar. 1, 2 və 3 yaşlarda olan qurdlar üçün tut ağacının gövdə ətrafında və çətir hissəsindəki zərif yarpaqlar toplanır. Toplanan yarpaqlar tez qurumamaq və solmamaq üçün xüsusi küplərdə, mis qablarda saxlanır. Birinci, ikinci yaşlarda qurdlara verilən yarpaq xüsusi maşınla, yaxud iti bıçaqla təmiz kötük üzərində qiymə doğranır. Sona Əhmədova bunu yaxşı bilir. Odur ki, bu il bir qutu toxumdan 121 kilo barama almaqla 4235 manat pul qazanmışdır. Doğranmış yem bütün sahəyə bir bərabərdə səpilməlidir. Birinci 3 yaşda qurdlara azı 10-12 dəfə yem verilməlidir. Qurdların inkişafında künənin, yəni döşənəyin dəyişdirilməsinin də böyük əhəmiyyəti vardır. İkinci, üçüncü yaşda olan qurdların döşənəyi hər yaşda belə götürülməlidir. Bu işi döşənəkdə bir dənə də qurd qalmayana qədər təkrar etmək lazımdır. Birinci, ikinci yaşlarda olan qurdların bəsləmə sahələri gördüyünüz kimi genişləndirilməlidir. Qurdları qarışqa, ilan və başqa zərər vericilərdən qorumaq üçün tərəcənin ayaqlarını su və ya neftə qoymaq lazımdır. Aqronomun nəzarəti və məsləhəti ipəkçilərə çox kömək edir. Göyçay rayonu İpəkçilik İdarəsinin baş aqronomu Böyya Əhmədov kümçülərin xalatsız işlədiklərindən narazı qaldı. Yoldaş Əhmədov ipəkçilik haqqında kitabın müvafiq fəslini bir daha oxumağı onlara məsləhət gördü. İpək qurdları körpə uşaq kimi böyük qayğı tələb edirlər. Göyçay rayonu Mikayan adına kolxozun üzvü Qəmər Məhərrəmova bəslədiyi barama qurdlarına da ana qayğısı göstərir. Onun qurdları 3-cü yaşdadır. Bu yaşda qurdlara gecə-gündüz 2 saatdan bir yem verilməlidir. 3-cü yaşda olan ipək qurdlarının bəslənməsi üçün belə şərait tələb olunur. Yoldaş Məhərrəmova bu il bir qutu toxumdan 122 kilo barama almaqla 4148 manat qazanmışdır. Plan üzrə 75 kilo əvəzinə 155 kilo barama əldə edərək 5491 manat qazanmış. Ucar rayonu Stalin adına kolxozun üzvü Aslan Babayevin qurdları 4-cü yaşdadır. Bu yaşda qurdlar gündə 8 dəfə zoğlar halında kəsilmiş yarpaqla yemlənməlidir. 4-cü yaşda ipək qurdlarının bəslənməsi üçün belə şərait tələb olunur.
İnkişafdan geri qalmış qurdları qabaqçılara çatdırmaq üçün onları tərəccənin başqa sahəsinə köçürmək və əlavə yemləmək lazımdır. Qurdların böyüdükcə daha geniş sahə tələb etməsini bir də nəzərdən keçirin. Məhz buna görə kolxozçular bəzən çətinlik qarşısında qalırlar. Kolxozlarda tikilən yeni tipli ictimai kütüpxanalar bu çətinliyi aradan qaldırır. Nuxa, Qax, Balakən, Ağdaş, Göyçay və başqa rayonların kolxozlarında belə yeni tipli ictimai kütüpxanaların sayı getdikcə artır. Bu il barama məhsulundan 260 minə qədər gəlir götürən Ağdaş rayonu Enges adına kolxozun ictimai kütüpxanasında bəslənən qurdlar 5-ci yaşdadırlar. 5-ci yaşda ipək qurdlarının bəslənməsi üçün belə şərait tələb olunur. Beşinci yaşda olan ipək qurdlarını ağacların əsas budaqları ilə yemləmək lazımdır. Ağdaş rayonu damazlıq stansiyasında kəsilən budaqları əzilməkdən, solmaqdan və kirlənməkdən qorumaq üçün xüsusi parça üzərinə yığır və sərin yerdə saxlayırlar. Balakən rayonu Xuruşov adına kolxozda aqronom Əleydər Osmanov kolxozçulara ağacların inkişafında budaqların aqrotexniki qanunlara əsasən kəsilməsinin böyük əhəmiyyəti olduğunu əyani olaraq göstərir. Budaqların yem üçün necə doğranıldığına diqqət edin. Dördüncü yaşda olduğu kimi, 5-ci yaşda da budaqlar tərəccənin eninə və uzununa düzülməlidir. İpək qurdunun az-az, lakin tez-tez yemlənməsi nəticəsində bəsləmə vaxtının qısalmasına və məhsulun artmasına nəzər yetirir. Kümxananın havası müntəzəm surətdə təmizlənməli və temperaturu 23-24 dərəcə olmalıdır. Bildiyiniz kimi 5-ci yaşda bir qutu qurd 750 kiloqrama qədər yarpaq yeyir. Deməli, döşənək daha qalın olur. Bu isə qurdların böyüməsinə pis təsir edir. Ona görə 2-ci, 3-cü və 4-cü yaşlarda qurdların döşənəyi bir dəfə, 5-ci yaşda isə 2 dəfə dəyişilməlidir. 5-ci yaşda döşənəyi belə dəyişmək məsləhət görünür. Kümxanada döşənəyin qalınlıq dərəcəsi, temperatur şəraiti, yemin keyfiyyəti və rejimi pozulduqda,
qurdların kütləvi qırılmasına və barama məhsulunun korlanmasına səbəb olan kirəc, sarılıq, qara tuluq və başqa xəstəliklər törəyə bilər. Barama sarımaq vaxtı yetişdikdə, yəni 5-ci yaşın 6-8-ci günündə qurdlar yeməkdən qalır. Rəngləri isə şəffaflaşır. Onlar barama sarımaq üçün yer axtarmağa başlayır. Hər qutu qurd üçün 450-500 ədəd hesabı ilə əvvəlcədən şaxlar hazırlanmalıdır. Şaxları kolxozçuların təsərrüfata az məşğul olduqları aylarda hazırlamaq məsləhət görülür. Şaxı, tülpəy və sarıçiçək otlarından hazırlamaq daha faydalıdır. Çünki qızıl çöp, qarağac və palıt ağacı budaqlarından hazırlanmış şaxlarda sarınan baramalar qısurlu və bıraq olur. Hazırlanmış şaxlar əvvəlcə tərəcənin bir tərəfini açıq qoymaqla qalan 3 tərəfinə və sonra orta hissəsinə sıra ilə düzülür. Qurdlar düzülmüş şaxlara daraşırlar. Onlar 1200 metr uzunluqda zərif, lakin polad kimi möhkəm tel ifraz edərək barama toxumağa başlayırlar. Şaxlar rəflərə vaxtında düzülmədikdə, qurdlar baramanı döşənəkdə sarıyırlar ki, bu baramanın keyfiyyətinə çox mənfi təsir edir. İpək qurdları kütləvi surətdə şaxların üstünə çıxandan 8 gün sonra İpəkçilər baramanı toplamağa başlayırlar. Baramanın yığılmağa hazır olmasını müəyyən etmək üçün kümxananın müxtəlif yerlərindən baramalar götürür, qurdların pup halına düşdüyünü təyin edir və yalnız bundan sonra kütləvi yığıma başlayırlar. Zaqatala rayonu İpəkçilik İdarəsinin baş aqronomu Böyük Baba Mirzəyev kolxozçularla baramanın toplanması prosesi haqqında söhbət aparır. Mirzəyev kolxozçuları baramanın seçmə, birinci, ikinci, üçüncü, bıraq və qaraçıqar sortları ilə tanış edir. Baramanın kütləvi toplanışına başlanmışdır. Kolxozçular baramanı çox diqqətlə yığırlar. Onlar bilirlər ki, sortlar diqqətlə ayrılmadıqda, yəni qaraçıqarla başqa sortları qarışdırdıqda, barama məhsulunun keyfiyyəti zəifləyə bilər.
sortlara ayrılıb yığılmış barama alıcı məntəqəsinə yalnız bərk qablarda, yəni səbətdə və ya xüsusi deşikli yeşiklərdə daşınmalıdır. Barama ilə dolu maşın karvanları axın-axın alıcı məntəqələrinə doğru hərəkət edir. Respublikamızın ipəkçiləri qabaqcıl üsulların tətbiqi və gərgin əmək sayəsində Böyük Oktyabrın 40 illiyi münasibəti ilə öhdəçiliklərini şərəflə yerinə yetirdilər. Qabaqcıl ipəkçilər bu il hər qutu barama toxumundan 80-dan 125 kiloqrama qədər yüksək keyfiyyətli barama götürməklə kolxozçularımızın rifah halının yaxşılaşmasında böyük rol oynamışlar. Zaqatala rayonu Sosializm adına kolxozun üzvü Xədicə Xanlarova öz baramasını qəbul məntəqəsinə təhvil verir. O, bu il barama məhsulundan 3370 manat pul qazanmışdır. Barama qəbul məntəqəsində bir daha sortlara ayrılır. Boğulmaq və qurudulmaq üçün simplex sobasına daşınır. Boğulmuş və qurudulmuş barama simplexdən götürülüb soyudulduqdan və seçildikdən sonra talvarın tərəcələrinə sərilərək təbii havada qurudulur. Qəbul məntəqələrində qurudulmuş baramalarla dolu maşın karvanları ipək kombinatlarına yola düşür. 1957-ci il barama planını artıqlaması ilə ödəmiş qəhrəman ipəkçilərimizə, partiya və hökumətimizin bu təqdir və təbrikləri bütün xalqımızın ürək sözləridir. Azərbaycanın gündən-günə artan ipəkçilər ordusu, elm və təcrübənin sıx, yaradıcı əməkdaşlıq sayəsində vətənimizin sərvət və gözəlliyi naminə daha böyük müvəffəqiyyət əldə edəcəklər.